Əməkdar jurnalist Nüşabə Hüseynliyə ən əsas sual. Azərbaycan idmanında niyə qızlar azdır? Azərbaycan idmanında niyə qızlar azdır? Çox ağrılı bir məsələdir və bunu deməyə söz çatmaz. Bunu mütləq sazla demək lazımdır. Təəssüf ki, mənim sazım yoxdur. Amma çalışacağım, folklorumuzun imkan verdiyi incilər əsasında bir fikir bildirim. Bu nə bir səbəbdir, nə beş səbəbdir. Səbəb həddindən artıq çoxdur. Ən birinci səbəb mental düşüncədən irəli gəlir. Qızlar bəlli bir yaşa çatdılar, mütləq ənənədən irəli gələrək o orta məktəbi bitirməli və elə bir ixtisasa yiyələnməlidir ki, çox iş saatları qısa olsun, daha konkret və sabit iş rejimi olsun. Yəni müəllim olmalıdır, ya bağça müəllimi, ya orta məktəb müəllimi olmalıdır. Ona görə də, yəni düşünürəm mental düşüncə var burada. Üstəlik məişətin qızların ətrafında o qədər işlər var ki, qızlarla bağlı məişətdə o qədər iş var ki, onların özünü inkişafa vaxtı qalmır. Səbəb çoxdur. Qısa deyəcəyim bunlardır.